Hər vaxtınız xeyir uşaqlar. Ayın 12-si olan sınaq imtahanının izahını verirəm. Səhvləriniz üzərinizdə öz qeydlərinizi götürün. 2025-ci il deməli 11-ci sinif buraxılış 2 OTK-nın keçirdiyi imtahanın üzərində qeydlərimizi götürürük. 31-ci suala baxırıq. Deyir ki, sxemdə hansı sözlərin yeri dəyişdirilsə, yol verilmiş səhv aradan qalxar. Burada nəyə nəzər yetiririk? Bizdən birinci xanada iki müxtəlif nitq hissəsi kimi sözləri istəyir. Digər xanada isə yalnız bir nitq hissəsi kimi düşünülən sözləri istəyir. Deməli, biz burada variantların birində ikisi iki nitq hissəsi kimi düşünülür, biri isə bir, digər variantda ikisi bir, digəri iki nitq hissəsi kimi düşündüyünə görə bunun yerini dəyişdirəcəyik. Bir izahım verək. Deməli, burada tikə-tikə sözü, bəli, iki nitq hissəsi kimi düşünülür. Bir var, deyirəm ki, tikmək feilinə ə feili bağlama şəkilçisi qoşulur. Məsələn üçün, deyirəm ki, o paltar tikə-tikə telefonla danışırdı. Bir də deyirəm ki, paltar tikə-tikə, yəni tikərkən. Burada feili bağlamadır. Bir də işlədirik bu sözü tikə-tikə, yəni xırda-xırda formasında o əti tikə-tikə doğradı, tərz bildirir. Burada zərf məqamında çıxış eləyir. Biri iki nitq hissəsi kimi götürdük. İkiyə baxırıq. Qoşa-qoşa sözü, televizoru qoşa-qoşa mahnı zümzüm eləyirdi. Burada da yəni qoşarkən feili bağlamada a feili bağlama şəkilçisidir, qrammatik şəkilçisidir. Feil götürürük qoşa-qoşa sözün. Bir də deyirəm ki, onlar qoşa-qoşa içəri girdilər, yəni cüt-cüt formasında. Bunu da iki nitq hissəsi kimi düşündüm. Sürə-sürə baxaq. Sürə-sürə sözü yalnız feili bağlama kimi düşünmək olar. Maşın sürə-sürə telefonla danışırdı, tutaq ki, bu formada yalnız bir nitq hissəsi kimi bura çıx işarəsi qoyduq. Deməli, bu hissəyə gələcək. Amma görək nə ilə, hansı sözlə yerini dəyişdirəcək. Yalnız bir nitq hissəsi kimi düşünülən sözləri seçirik. Üzə-üzə, deyirəm ki, o çayı üzə-üzə keçdi, yəni üzərək. Burada feili bağlama götürülür. Yalnız bir nitq hissəsi kimi düşünülür, bəli. Qaça-qaça yolu keçdi. Qaça-qaça da burada bir nitq hissəsi kimi düşünülür. Bunun ikinci məqamı yoxdur. Dönə-dönü sözü isə deyirəm ki, mən sizə dönə-dönə demişəm ki, çox oxuyun. Səhvləriniz üzərində işləyin. Burada dönə sözün dəfələrlə zərfi ilə əvəz eləyirəm və burada mürəkkəb zərf gedir. Bir də deyirəm ki, maşın yolu dönə-dönə möhkəm sürürdü. Yəni dönərkən, o zaman isə feili bağlamaydı. Deməli, 6 iki cürə düşünüldü. Həm zərf, həm də feil kimi. Amma sürə-sürə sözü yalnız bir cürə düşündü. Sürə-sürəni atırıq bu hissəyə, dönə-dönəni də bura. Deməli, cavabımız olacaq hansı? 3, 6, C variantı. Keçirik ikinci suala baxırıq. Deyir, cədvələ uyğun olmayan bəndləri müəyyən edin. Burada da yanlış doğru aparmaqla biz müəyyənləşdirəcəyik. Sonra birinci oxuyanda indi burada qaralayıb olmayan sözün şərtdə verib. Siz şərti özünüz üçün qaralayın ki, mən səhvləri seçəcəm, uyğunsuzluğu seçəcəm. Bəzən uşaqlar seçir, sonra düz olanları seçib burada yanırlar. Ay müəllim, bax səhv elədim, sonradan gec olur. Diqqətimizi bu tipli sual 3 şərtli sualdır. Ona görə maksimum diqqətli olmaq lazımdır. Deyir, Kamil bizi emalatxanaya apardı cümləsində əvəzliyin olduğunu düşünməyə də bilərik. Bəli, düşünməyə də bilərik. Çünki deyirəm, Kamil şəxs olaraq bizi emalatxanaya apardı. Burada biz sözü, deməli, biz sözü götürülür əvəzli kimi. Bir də deyirəm ki, Kamil bizi, yəni ayaqqabı tikən bizi emalatxanasına apardı. Zaten bizin yeri emalatxanadır. Bunu iki nitq hissəsi kimi düşünə bilərik. Bəli, burada yazdım doğru. Doğru yazmışam. Gördünüz, uyğundur. Burada da bunu attım plus. Bu hissəyə qoydum plus. Sonra Musa belə dünən müəllimə qulaq asmadı. Musa belə müəllimə qulaq asmadı desəydi, bunu iki cürə düşünə bilərdim. Amma deyirəm ki, Musa belə dünən müəllimə qulaq asmadı cümləsində əvəzli işlənmişdir. Xeyr, buradakı belə ədat məqamıdır. Bugün izah elədiyimiz. Hətta Musa müəllimə qulaq asmadı deyirik. Bu baxımdan bunu əvəzli kimi götürə bilmərik. Burada yazırıq yanlış. Burada yanlış, burada doğru olduğuna görə buna çıx qoyuruq.
Sonra keçirik üçüncüyə. Heç kimin gəldiyini gördünmü? Yadda saxlayın ki, heç kimin əvəzliyi inkar əvəzliyidir. Bunu heç vaxt təsdiqlə heç kimin gəldiyini görmədim deyə bilərsiniz. Heç kimin gəldiyini gördünmü cümləsində ilk söz birlikdə bir nitq hissəsi kimi götürülməlidir. Xeyr, heç kim burada əvəzlik kimi götürülməyib. Dediyim kimi, nəzərdə tutsaydı bu sual uyğun alınmır. Heç kimin gəldiyini gördünmü? Deyirəm, heç kimin gəldiyini görmədim tipində işlətməli idi. Deməli, burada bu heçi nə götürəcək? Ədat kimi. Heç kimin gəldiyini gördünmü? Soruşuram səndən. Deyirəm, kimin gəldiyini gördünmü? Heçi qüvvətlendirici ədat kimi deyirəm. Heç kiminsə gəldiyini gördünmü? Bu zaman burada birlikdə bir nitq hissəsi yox, ayrı-ayrılıqda köməkçi nitq hissəsi götürürük heçi. Ona görə buraya yazırıq yanlış. Deməli, burada yanlış, bu hissədə də önündə yanlış yazılıb deyə bura plus atırıq. Sonra deyir, kim, nə, hara sözləri nitq hissəsi kimi isimdir. Kim, nə, hara sözləri nitq hissəsi kimi isim deyil, ismin suallarıdır. Biz də keçdik ki, deməli, əsas nitq hissələrinin hamısının sualı əvəzlik sayılır. Baxın, əsas nitq hissələrinin hamısının adı isim sayılır. Tutaq ki, deyirəm, saydı, sifətdir, əvəzlidir, adları isim sayılır. Amma sualları əvəzlik sayılır. Buna görə də buradan bir dənə atırıq yanlış, yerləşdirə bilmədim. Burada da yanlış doğru olduğu üçün buna çıx qoyuruq. 5-ə baxırıq. O, əlbəttə, indi çox çalışır cümləsində durğu işarələrinin işlənməsi doğrudur. O, əlbəttə, indi çox çalışır durğu işarələməsi doğrudur. Bəli, burada əlbəttə modal sözü var. Əlbəttə modal sözü, ümumiyyətlə modal söz cümlənin əvvəlində gələndə özündən sonra, ortasında gələndə hər iki tərəfində, sonda gələndə isə özündən əvvəl vergül işarəsi qoyulur. Amma 3 modal sözümüz var ki, elə bil sanki güya bu modal sözü işləndikdə vergülə ehtiyac qalmır. Bu zaman isə vergülün işlənməsi doğru məqam sayılır və mən bu üzdən bunu götürürəm doğru. Amma qarşısında yanlış yazdığına görə D-yi uyğun gəlmədiyinə görə buna çıx qoyuram. Öncəki də çıx işarəsi idi. İndi bizdən nə istəyir? Qayıdırıq bir də şərtə. Cədvələ uyğun olmayan bəndləri müəyyən edin. Uyğunsuzluq seçirəm. Burada seçirəm 2-ni. Daha sonra seçirəm 4-ü. Çıx işarələrin 2, 4, bir də 5. Cavabımız olacaq hansı? B variantı. Keçirik 33-cü suala. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Doğrunun altından bir də xətt çəkirik ki, burada gözümüzə daha yaxşı deməli gəlsin. Həsrətin araya atdı dağ-dərə, sönən işıq oldun, batan səs oldun. Qayıt mənim gülüm, qayıt bu yerə, ey mənim istəyim, nə gəlməz oldun. Əli Kərimin nümunəsidir. Verilmiş deyir cümlədə doğru fikirləri seçin. 1-ə baxırıq. 1-də deyir bəndin ilk sözü quruluşca sadədir. İsmin yəlik halındadır. Baxaq, həsrətin araya atdı dağ-dərə. Önünə sənin sözü artıra billəmsə niyə bu yəlik olsun? Əgər bunu yəlik götürürsə həsrətin sözünü, həsrətin sözü yəlik sayıldıqda, bu nətər buradan atım? Həsrətin sözü yəlik sayıldıqda, yadda saxlayın. Biz bunun önünə, özündən sonra mənsubiyyət olmalıdır. Amma həsrətin sözünün önünə yəli qoymuram deyə, daha doğrusu sonun önünə yəli şəkilsini atıram deyə, sənin həsrətin düşünürəm, araya atdı dağ-dərə. Bu zaman burada mənsubiyyət olacaq. Biz bunu hal şəkilçisi götürmürük. Yadda qalacaq həsrətin, sənin həsrətin. Deməli, biri nə götürürəm? Biri yanlış götürürəm. Çünki yəlikdə deyir. O mənsubiyyətdədir. Quruluşda sadə olmağına sadədir. Uşaqlar bu ilk hissəyə qədər oxuyur, düşünür ki, düzdür, amma bilin ki, sonrası var. Sonradan bu deməli, yəlik halda olma məqamı yanlış olduğuna görə yanlış qoyuruq. 2-yə baxırıq. Deyir ki, 3-cü misrada xəbər şəklində işlənmiş 2 söz var. Baxırıq 3-cü misraya, qayıt. Mənim gülüm, qayıt bu yerə. Bəli, qayıt feili var, amma baxaq görə bu xəbər şəklindədirmi? Siz bilirsiniz ki, feillər yalnız əmr formasında olarkən, əmr şəklində olarkən sonluq qəbul eləmir. İkinci şəxsin təkində sən qayıt gülüm deyirəm. Bu zaman bu yanlışdır. Burada olmalıydı əmr şəklində. Hələ ki, bizim cavabımız 1-2 səhvdir. Laf belə çıxdaş eləməklə də taparıq. Amma mən sizə bir izah elədiyimə görə 1-i çıxdım. Deməli, 4-ü çıxdım, 1-i çıxdım. Yenə burada bu mənə bax bunu bayaqda saldım. Can bunu nətər itirim buradan?
Biri çıxdığına görə burada yenə də biri çıxdım. 2-ni də çıxdım. Cavab 3-4 qalır. Amma 3-4-ü bir-bir izah eləmək istəyirəm sizə. Yenə deyirəm, vaxt qazanmaq üçün çıxdaş eləməklə də taparıq. Sadəcə uşaqların bəzilərinə bir-bir izah daha uyğun gəlir. Baxaq, 2 səhv oldu, 1 səhv oldu. 5-ə baxırıq. İkinci misrada adi dərəcədə işlənmiş 2 sifət var. Sönən işıq oldun, batan səs oldun. Sönən, batan sözləri sifət deyil, feili sifətdir. 3-ə 4, birinci misrada xəbər şəklində işlənmiş söz quruluşca sadədir. Həsrətin araya atdı. Bəli, atmaq feili xəbər şəklindədir, keçmiş zamandadır, şuhudi keçmişdədir, sadədir. Daha sonra deyirəm, ikinci misrada adi 4-də deyir, şəxs əvəzlikləri ismin yəli çalındadır. Baxaq, qayət mənim gülüm, qayət bu yerə, ey mənim, sən gəlməz. Mənim gülüm, mənim. 3-cü, 4-cü misradakı mənim sözləri, bəli, yəli çaldadır. Şəkilçi bilik ki, mənsubiyyət deyil, çünki şəxs əvəzləri mənsubiyyətə görə dəyişmir. Sadəcə orada yəlik ının əvəzinə ımı qəbul eləyir. Daha sonra keçdi 35-ci suala. 35-ci sualda deyir ki, Eyler-Venn diaqramında tünd qara hərflərlə verilmiş sözlərə aid doğru fikirləri müəyyən edin. Zaman hər şeyi düzəldir, özünü şəhərə çatdır. Buradakı deməli biz məqamı feillə bağlı aparacağıq izaha. Baxaq. Deyir, feilin xəbər şəklindədir. Birinciyə baxırıq, düzəldir feilinə. Düzəlməkdən düzəlt, düzəlt ir. İndiki zamandadır, bəli, xəbər şəklindədir. Bunu doğru götürürük. Tərkibində şəxs onluğu var. Uşaqlar bunu dir görüb, məsələn üçün deyirəm ki, yazdır, bahardır, dır şəkilçisi şəxs onluğu dır olaraq götürür, amma yanlışdır. Kök şəkilçi ayrın düzdən düzəlmək, düzəlməkdən düzəltmək. Burada t, d-ya keçib sadəcə. İr isə zaman şəkilçisidir. Ona görə şəxs onluğu yoxdur burada. Düzəldirəm, düzəldirsən, o düzəldirdə ümumiyyətlə indiki zaman 3-cü şəxsin təkində şəxs onluğun qəbul eləmir. Bunu götürür yanlış. Sonra deyir ki, sonra əmr şəklindədir. Bəli, 3-ə baxırıq. Hər ikisi əmr şəklində deyil, özünü şəhərə çatdır əmr şəklindədir. Bura ortaq olana yanlış qoyuruq, çünki birinə aiddir. Tərkibində feil düzəldən şəkilçi işlənmişdir. Bəli, burada düzdən düzəlmək, düzdən düzəlmək, adlardan al, əl, feil düzəldir, amma t şəkilçi feildən feil düzəldir. Burada da çatdır, bəli, çatmaqdan çatdırmaq, feildən feil düzəldən şəkilçidir. Buna plus qoyuruq. Tərkibində bir leksik şəkilçi var, bəli, burada bir leksik şəkilçi var. Amma bu birisi sözdə 2 leksik şəkilçi var idi. Məlum növdədir, bəli, məlum növdədir çatdırmaq feili. Amma təkcə bu məlum növdə deyil, düzəldir sözdə məlum növdədir. Bu hara yazılmalıydı? Ortaya yazılmalıydı. Ona görə biz onu səhv götürürük. Cavabları seçirik. Burada bizə lazımdır aid doğru fikirləri seçmək. 1-i seçirik, 4-ü seçirik, bir də deməli 5-i seçirik. 1, 4, 5 variantımız hardadır? E variantında. Daha sonra keçirik 36-cı suala. Nümunədəki sözlərin təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Ovçuluğa meyil saldım, gecə gündüz çöldə qaldım, dağ başından enib düzə, bir ox kimi süzə-süzə. Neçə ceyran nişan aldım, cavab gəldi güllələrdən, şair nə tez qozaldın sən. Cavablardan birini seçin deyir. Baxaq. Həm leksik mənası olan, həm də olmayan sözlər işlənmişdir. Burada baxırıq, zaten ovçuluqdur, nə bilim, meyildir, gecə gündüzdür, leksik mənası olan sözdür. Bizə lazımdır leksik mənası olmayan, bəli, kimi sözüdür burada. Leksik mənası olmayan bənzətmə qoşmasıdır ox kimi sözündə. B variantına antonimlərdən yaranmış mürəkkəb sözü işlənmişdir. Antonimlərdən yaranmış gecə gündüz sözü mürəkkəb sözdür, doğru. Deməli, bunu götürürük doğru. Mənə lazımdır yanlış olanı seçmək. 1-də doğru, 2-də doğru. 1-də doğru, 2-də doğru. 3-cü misrada həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid olan amonimlər vardır. Baxırıq 3-cü misraya. Dağ başından enib düzə. Dağ sözü, dağ təpə mənasında, bir də dağ çəkmək anlamında, bəli, isimdir. Enib düzə, düz sözü düzmək feili, bir də düz sifəti kimi, düz ismi kimi amonimdir. Müxtəlif nitq hissələrinə aiddir. Burada qoyuruq plus. Bu da doğrudur. Sonra baxırıq, deyir, tünd qara hərflə verilmiş söz mücərrəd isimdir. Başından, dağın başı görünəndir. Biz ona mücərrəd deyə bilmərik, konkretdir.
Bu oldu yanlış. Cavabımız elə D olacaq. Frazoloji birləşmələrdən istifadə olunub. Baxaq. Meyil salmaq, bəli. Meyil salmaq frazoloji birləşmə. E variantı doğrudur. Burada cavabımız oldu D. Daha sonra 37-yə baxırıq. Düzəltmə sifət işləmiş cümləni müəyyən edin. Aldığım kitabları dostlarıma vaxtında çatdırmalıydım. Burada yoxdur. Aldığım feili sifət şəkilçisidir. Çaşdırmasın sizi. Hamı onu güləyən adam kimi bilirdi. Bir var gülən adam. Gülən adam olsaydı feili sifətdir. Amma güləyən adam ağan əyən şəkilçisi var. Feildən sifət düzəldən şəkilçisi. Cavabımız elə B variantıdır. Küsən uşaq burada feili sifətdir. 5 mərtəbəli. Deməli, mürəkkəb sifətdir. Burada l-li şəkilçisi sizi çaşdırmasın. Sözdə leksik şəkilçinin olması heç də həmişə düzəltmə olması demək deyil. Mürəkkəb sözünün də tərkibində leksik şəkilçi ola bilər. Arif adam danışığından tanınır. Burada da yoxdur. Cavabımız olacaq. Arif sözü isimdir. Burada sifət mənasında işlənib. Yəni cavabı çaşmayaq. Cavabımız olacaq B variantı. 38-ə baxırıq. Qaydalara uyğun olaraq nöqtələrin yerinə yazıla bilən şəkilçini müəyyən edin. Qaydalara uyğun deyir. Yazılmadır. Burada qayda nəyə götürür? Ma inkar şəkilçisi, bir də dır şəxs onluq. İndi baxaq görək feilin hansı şəkili üçüncü şəxsdə o yazılmalıdır. Üçüncü şəxsdə şəxs onluğu qəbul edir. Bir mənalı bilin ki, indiki zaman üçüncü şəxsdə dır şəxs onluğun qəbul eləmir. Deyirəm ki, məsələn üçün o gəlirdir demirik. O gəlmir işlənir. Ma'nın a'sı da düşmüş olur. Lazım şəklinin şəkilçisi, lazım şəkli hansıdır? Ası, əsi. Ası, əsinin inkarı ümumiyyətlə ma'la düzəlmədiyinə görə çıx qoyuruq. Arzu şəklinin şəkilçisi yazılmaya olmalıydı. Yenə də burada da arzu şəkildə dır şəxs onluğundan işlənmir. Kaş yazılmaya olmalıydı. Yazılmayadır deyə bilmərik. Şərt şəklinin şəkilçisi sasədir. Bu da üçüncü şəxsin təkində deməli şəxs onluğundan işlənmir. Mən gəlsəm, sən gəlsən, o gəlsən, mən yazılmasam, sən yazılmasan, o yazılmasa olmalıydı. Dır olmur. Vacib şəkli malı məli, bəli, o yazılmamalıdır. Bununla işləndi. Cavabımız olacaq A variantı. 39-a baxırıq. Deyir, düzəltmə zərf işlənməmiş nümunəni müəyyən edin. Baxaq, A variantında uşaq könülsüzcəsinə, burada casına, cəsinə zərf düzəldən şəkilçidir, işlənib. B-yə baxırıq, o hərdən, burada hərdən düzəltmə zərfdir, əvəzlikdən düzələn zərfdir, işlənib, var. Sonra indi ərbabın adamları türkcə dil düzəldən sözlərdə cacə zərf düzəldən şəkilçidir, işlənib. Qoca dayanmadan, madan, mədən feili bağlama şəkilçidir, tərz anlamı bildirir. Bu bizi çaşdırmasın, feili bağlama şəkilçisindən zərf düzəldən şəkilçiləri qarışdırmırıq. Cavabımız D variantıdır. Daha sonra D variantı. Deyir, qışda aran yerlərində palçıqdan tərpənmək olmurdu. Bəli, burada hardadır? Düzəltmə zərfimiz qışda. Qışda sözü dadə deməli zaman zərfi düzəldir. Ümumiyyətlə da şəkilçisi amonim şəkilçidir. Zərf düzəltmə məqamında ay adlarına, fəsil adlarına qoşulanda leksik şəkilçi kimi götürürük. Cavabımız olacaq D variantı, amma izahı yenə verirəm. Həmişəki kimi 1-1. Klasteri tamamlaya bilməyən fikirləri müəyyən edin. Biz bu sualda nəyə diqqət edirik? Bir var klasteri tamamlaya bilən, bir də var klasteri tamamlaya bilməyən, bir də var həmin klasterdə bu sözün səhv və ya doğru yazılmağına diqqət edirik. Burada bizə bilməyən istəyir. Amma baxaq görək doğru yazılıb yoxsa yox. Deyir, məktəblilər avtobus gözləyirlər cümləsində ilk iki söz. Deməli, hər ikisi əsas nitq hissəsidir. Bu doğrudur. Deməli, mən bura doğruları yox, yazıla bilməyənləri seçəcəyəm. Yəni bu tapşırığa aid olmayanları seçəcəm. Baxırıq. Deməli, deyir, birincisi sifət, digəri isimdir. Yadda saxlayın ki, baxın, həmişə deyirdik, çaşmamaq üçün məktəblidir, şəhərlidir, kəndlidir, dağlıdır, l ilə düzələn isimlərdir. Bir də var dadlı, duzlu, yağlı, bunlar isə sifətdir. Birincisi sifət, digəri isimdir, bu yanlışdır. Məndən də nəyi istəyir? Məndən də zaten istəyir ki, tamamlaya bilməyəni. Deməli, mən biri bura yaza bilərəm. Birincisi quruluşda düzəltmə, ikincisi sadədir. Məktəbli, bəli, düzəltmə, ikincisi sadədir. Bu doğru variantdır, amma məndən doğrunu istəmirəm.
İkisi də ümumi isimdir, konkretdir. Bəli, ikisi də ümumi isimdir, konkretdir. Buna da plus atdıq. İkisi də leksik mənaya malikdir. Bəli, plus atdıq. İkisi də eyni ismi, ikisi də ismin eyni halındadır. Baxaq. Məktəblilər avtobus gözləyirdilər. Xeyr, bu qeyri-müəyyən təsirli haldadır. Məktəblilər avtobusu gözləyirdilər. Qeyri-müəyyən təsirli hal. Buna da yanlış qoyuruq. Deməli, mən nəyi seçəcəm? Yanlış olanları, yəni klasteri tamamlaya bilməyənləri. Çünki klasterdə doğrunu yazıb. Düzü yazsaydı, səhvləri seçəcəkdim. Səhvi yazıb deyə səhvi yazsaydı doğruları seçəcəkdim. Yəni burada da şərtlə anlaşıqlı həll eləyirik. Cavabımız olacaq, deməli, neçə idi? Deməli 1, 5 yox da, hə var. 1, 5, C variantı. Aydın oldu. Bu qədər. Mən artıq